دقت ساعة العمل، دقت ساعة الزحف، دقت ساعة الانتصار، لا رجوع. İlham Əliyevdən fərqli olaraq Liviyanın ulu öndəri Müəmmar Qəddafi cəmaatını illərlə insan yerinə qoymadı. Çıxarmadığı meymunluq qalmamışdı. Bir sözlə qudurmuşdu. Azərbaycandakı kimi ölkəsində əhaliyə xoş güzaran qurmamışdı. Özü, balaları keyf sürür, xalqınsa azadlığı günbəgün məhdudlaşdırılırdı. İlham Əliyevdən fərqli olaraq o sadəlövhcəsinə düşünürdü ki, əbədiyyən taxta oturacaq. Günlərin birində alçaldılmış və təhqir edilmiş insanların gözü döndü və ulu öndərlərini hörmətsizcəsinə it qustu etdilər, qanına bələdilər, özü də oğlu ilə birgə. Meydini isə ucuz sintetik döşəyin üstünə qoyub cəmaata nümayiş etdirdilər. Zəhmətkeşlər də kəmal ehtiramla gəlib, meydin üstündə durub, səliqə ilə selfie edib, onun mundar cəmdəyinə söyüb getdilər. Qəddafi və ona oxşarların görünə Sabirabad polisinin təhsil naziri Emin Əmrullayevə yedirtdiyi şeydən olsun. Bəli. Salam Sevinç xanım. Salam. Sizə vəsiqə demişdim, 2 gün şəxsiyyət vəsiqəsi. Niyə atmırsınız? Niyə atmalıyam ki? Günə başladı niyə atmalıyam? Şəxsiyyəti təsdiq edən sənət olmalıdır. Bilməliyik kimdir. Kim prokurorluğa gedir. Bilmirsən niyə atmalısan? Siz mənə niyə bildiriş vermədiniz ki? Şəxsiyyət vəsiqə atmaya mən nəql danışma. Gəlin sən orada basın başına gətirərəm bura. Qanacaqsın bir qanacaqsın. Deyirsən sən başın qaçıb ha. Şəxsiyyət vəsiqə atmaya götür gəl bura. Mənim hüququm çatır axı, mən sorub bilməliyəm. Deyirəm şəxsiyyət vəsiqə göndər bura, gətir bura dedi. Hüququ çatır. Hüququn var sən. Mənə təhsil idarəsinə Tərbiyəsiz bir tərbiyəsiz. Deyirəm xoş danışdıqdan ağıl başından gedir ha sən. Mən təhsil idarəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətir bura, sən tox ye təhsil idarə. İdarəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətir bura, sən tox ye təhsil idarə. Ağıl başından gedir ha sən. Mən təhsil idarəsinə tabiyəm. Şəxsiyyət vəsiqə gətir bura, sən tox ye təhsil idarə. Şəxsiyyət vəsiqə göndər bura, gətir bura, gözləyirəm tez ol.